Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov şəhər sakinləri ilə növbəti səyyar qəbul keçirib. Görüş şəhərin 2-ci mikrorayon ərazisində təşkil olunub. Səyyar qəbulda icra hakimiyyətinin məhsul əməkdaşları, aidiyyəti idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri, eləcə də şəhər sakinləri iştirak ediblər. Qəbul zamanı sakinlər tərəfindən müxtəlif məsələlərlə bağlı müraciət və təkliflər səsləndirilib. Müraciətlərin əsasən şəhər təsərrüfatı, kommunal xidmətlər, sosial təminat, məşğulluq və digər məsələlərlə bağlı olduğu bildirilib. Zakir Fərəcov qaldırılan məsələlərin araşdırılması və həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Həlli yerində və qısa müddətdə mümkün olan məsələlərin operativ şəkildə aradan qaldırılması, əlavə araşdırma tələb edən müraciətlərin isə qanunvericiliyə uyğun şəkildə araşdırılması tapşırılıb. Bildirilib ki, səyyar görüşlərin keçirilməsində məqsəd şəhərin müxtəlif ərazilərində mövcud vəziyyəti yerində öyrənmək, sakinlərin müraciət və təkliflərini dinləmək və qaldırılan məsələlərin həlli istiqamətində tədbirlər görməkdir. Sumqayıt TV-ni izləməyi, videonu bəyənməyi və kanala abunə olmağı unutmayın.